30 avqust Zəfər bayramınızı təbrik edirəm. Mən Azərbaycan, Türkiyə fərq etməz. Türk dünyanın harasında yaşasa Türkdür. Bizim babalarımız demiş, bir millət, iki dövlət. Neden bir millət? Çünkü Azərbaycan ve Türkiye daim bir-birine dayağı durmuş. 1918-ci ildə, hələ lap əvvəldən, çox tarixə keçməyəcəm, 20-ci əsrin əvvəllərində Azərbaycanı Qafqazda bölmək və yox etmək kimi plan qoyulmuşdu və eyni zamanda Bakını birinci növbədə tutmaq, qeyri-türk millətləri arasında bölmək məsələsi vardı və bu plan yerinə yetirilirdi. Və bu zaman Rəsulzadə Cümhuriyyət Respublikasını quran bir kişi dedi ki, başsız bədən olmadığı kimi Bakısız da Azərbaycan yoxdur. 18-ci il 15 sentyabrda Türk qoşunu Bakıya daxil oldu. Bundan əvvəl Türk qoşunu Qarabağda, Qərbi Azərbaycanda və Naxçıvanda olub, erməniləri oradan süpürtə atdı. Tək ermənilər deyildi, ingilislər də Bakıda oturmuşdu və digər, bəli, bütün hamısı adlarını çəkməyəcəm, çox böyük bir siyahıdır. Və bu baxımdan biz Türkiyə borcluyuq. Əgər o zaman Türk qoşunu Bakıya girməsəydi, bugünkü Azərbaycan olmayacaqdı. 22-ci ildə Atatürk Nərmanova, Azərbaycan Respublikasının birinci katibinə məktub yazır. Deyir ki, Türkiyə çox ağır durumdadır, cümhuriyyət qurulmuş, amma büdcəmiz boşdur, Azərbaycandan yardım istəyirik. Türkiye dirçəldikdən sonra bu borcu qaytaracaq. Cavabında Nərmanov deyir ki, məktub yazır, deyir birinci, Türkiyəni qutlayıram, amma sizə borc vermirəm. Biz qardaşıq, qardaş qardaşa borc verməz. Bundan sonra Azərbaycandan para və maddi yardımlar gedir, yarım tonda qızıl benzin və digər şeylər. Yəni bu əslində maddiyyət deyildi. Qardaşın qardaşa borc verməməsi bir mənəvi yardım idi ilk əvvəl. Tarix boyu Azərbaycan, Türkiyə bir-birinin arxasında beləcə durmuş və bu baxımdan 30 avqust Türkiyənin Zəfər bayramı Azərbaycanın da bayramıdır. Bunu indi hər kəs dərk etmir, amma biz aydınların borcu bunu dərk etdirməkdir. Və bir də qəbul etmədiyim bir şey var. Çox eşidərəm. Azərbaycan türkündən də, Türkiyə türkündən də yeni bir Atatürk lazımdır Türk dünyasını qurtarmağa. Belə bir fikir eşidirəm. Mən bununla razılaşmıram. Nədən? Tarixi şəxsiyyətlər təkrarsız olur. Tarixə bir dəfən gəlir. Amma onun məktəbi olur, yolu olur. Yəni okulu olur, yolu olur. Atatürk yol qoyub. Biz o yolu öyrənməliyik. Biz o izi itirdiyimiz üçün bugün yeni Atatürk gözləyirik. Bilmək olmaz ki, o Atatürk bir əsrdən sonra və yaxud 500 ildən sonra eynisi yox, ona oxşarı gəlsin. Biz onu oturub gözləməməliyik. Biz Atatürk'ün yolunu öyrənməliyik və onu bundan sonra davam etdirməliyik. Məndən bu qədər və sonda Asif Atanın bir fikrini deyəcəm. Deyir ki, Azərbaycan Türk dünyasının beyni və ürəyi, Türkiyə Türk dünyasının qolu və kürəyi. Bir bədən olmaq üçün başda, qolda, kürəkdə, ürəkdə hamısı bir yerdə olmalıdır. Turan dediğimiz bax budur. Teşekkür ederim. Çok sağ olun. Çok teşekkür ediyorum. Salam əziz izləyicilər. Görüş zamanı proqramında xoş gördük sizləri. Bugünkü görüşümüzün qonağı İsveçdə yaşayan yazıcı, şairə, publisist Eluca Atalı xanımdır. Axşamınız xeyir Eluca xanım, necəsiniz? Vaxtınız xeyir. Çox sağ olun dəvət üçün. Özümü yaxşı hiss edirəm. Fərəhli. Şükür. Həmişə yaxşı olun. Ölkədə qıraqda olsanız da hər zaman canımız canımızdır. Yəni siz bizim ölkədən qıraqda olan bütün soydaşlarımız bizim canımızdır. Allah sizi qorusun.
Və Elvira xanım, mən sizi gözəl tanıyıram. Amma bizi izləyənlərin sizi gözəl tanıması üçün qısaca da olsa özünüz haqqınızda məlumat verərdiniz. İzləyicilərimiz sizi gözəl tanıyarlar. Buyurun. Deməli, Quzey Azərbaycanın Neftçala bölgəsində Xolqarağaşlı kəndində doğulmuşam. Orta təhsilimi orada aldım. Sonra Bakı Dövlət Universitetini bitirib kitabxanaçılıq informasiya fakültəsini kitabşünaslıq tarixi üzrə elmi iş araşdırma yazdım. Dissertasiyam bu mövzudaydı. 14 il Azərbaycan Universitetində çalışdım və eyni zamanda həm kitabxanada, həm də dərs dedim bir neçə fəndə. Yaradıcılığa 12 yaşından başlamışam. Yəqin ki, söhbətimizin sonrakı gedişatında bu haqda danışacağıq. Amma ilk əvvəl həyatımda dönüş olan və bəxtimə dolmuş ocaqdan deməliyəm. Asif Ata ocağının evladıyam. 91-ci ilin fevral ayının 6-sında bu mənim həm də həmin gün mənim yenidən doğulmağımdır. Cismani yox, ruhani doğulmağımdır. Ocaqda 2 doğuluş var. Birinci, deməli biz 2 doğuluş qəbul edirik. Birinci cismani doğuluş, hamı kimi, bütün canlılar kimi dünyaya gəlmək. Sonra isə insanın özünü doğulması, özünün heykəltaraşı olmağı, buna da deyirlər yenidən doğuş. Asif Ata ocağına gəlməklə özümü yenidən doğulmuş hesab etdim. Və o gündən bəri ocağın evladıyam. El uca adını mənə Asif Ata verib. Elin ucası Eli Ucal'dan, yurdu Ucal'dan. Ata çiynimə yük qoydu və dedi ki, Eli şəxsiyyətlər yüksəldir. Sən də bu ada layiq olmalısan. Atalı isə Asif Atanın şərəfinə daşıyıram. Maşallah. Bəli, mütləqə inançıyam. Yəni Asif Atanın ideyalarını qəbul edənlər mütləqə inanır. Mən də onlardan biriyəm. Nə gözəl. Yaradıcılığım haqqında əgər sualınız varsa və 19 ildir ki, İsveçdə yaşayıram, işləyirəm, bədii yaradıcılıqla məşğulam əsasən. Nə gözəl. İlerleyen dəqiqələrdə daha haqqınızda daha ətraflı danışacağıq deyə çox da məlumat verməyim. İlerleyen dəqiqələrdə onsuz da suallara uyğun danışacağıq. Elvira xanım, ilk öncə neçə yaşında şeir yazmağa başladınız və hansı janrda ədəbiyyatda yenilik gətirdiniz? 12 yaşımdan şeir yazdım, 10 il şeir yazdım, yəni belə 22 yaşıma qədər və birdən-birə nəsrə keçdim. Nəsrə keçməyim o demək deyil ki, şeirdən imtina etdim. Fikirlərim, ideyalarım, duyğularım, belə deyək, bəlkə də təsvirlərim, belə desəm daha doğru olar, şeirə sığmırdı. Bilirsiniz ki, nəsrin imkanları daha genişdir, təsviri vermək baxımına bədii cəhətdən və bəlkə də odur. Yəni düşünülmüş şəkildə keçmədim. Birdən-birə alın. Ən şirin şey adlı allegorik bir hekayə yazdım. Və bu da o zaman məşhur olan, bilirsiniz ki, 90-cı illərin əvvəllərində Azərbaycanda dərgilər çox az idi, ədəbi dərgilər. O zamanın ən populyar dərgisi olan Ulduz dərgisində çap olundum. Əlbəttə, 2-ci kurs tələbəsinin orada çap olunması böyük bir idi o dövrü üçün. Və Asif Ata oxudu, dedi çox gözəldir, sən burada yazmamışsan, quş uçdu, qaçdı, yəni birbaşa mətləbə keçmişsən, mahiyyətdən bəhs edir və yeni bir janr yarat, özümüzə məxsus olsun. Bir il düşündükdən sonra fəlsəfi bədii miniatür janrını yaratdım. Bu demək olar ki, tam mənə aid olan bir janrdır. Nə gözəl. Elvira xanım, neçə kitabınız var bugünə qədər və hansı janrlardadır? Bugünə qədər 49 kitabım yayımlanıb. Bu, bəli, dünyanın müxtəlif ölkələrində, ən çox da Azərbaycanda, sizsiniz ki, ana dilində yazdığım üçün Azərbaycan. Bir 15 kitabım Türkiyədə, 3-ü Özbəkistanda, Qarakalpaq Respublikasında, İranda, ikisi Amerikada, Hindistanda məqalələr, yəni amma hekayələrim, nəsr əsərlərim demək olar ki, dünyanın bir çox ölkələrində çap olunub, yəni saysaq bir proqram tutar, çox çap olunur, göndərirlər üzərimə də, özümə də. Janr deyəndə yazmışam şeir, mənsub şeir, essi,
öz janrı olan fəlsəfi bədii miniatür janrı, hekayə, novella, piyes, roman, povest, sonra məqalələrdir, elmi publisistik məqalələr və yaradıcılığımın bir hissəsini demək olar ki, intervyular, müsahibələr tutur, fikirlərimi də onlarda daha çox deyə bilirəm. Bununla da oxucu kütləsi qazanmaq, fikir mübadiləsi etmək imkanım olur. Son dövr demək olar ki, ən çox pyeslər yazıram. Məsələn, keçən il 8 pyes yazdım. Buna uşaq pyesləri və 5-i də mono tamaşalardır. Artıq səhnələşdirilib, səhnəyə də qoyulur. Naxçıvan Dram Teatrında Odunçunun nağılı bu Greenfest festivalında oynanıldı keçən il. COP29 çünki Respublikada ilk yaşıl enerjiyə həsr olunmuş yeganə əsər idi. Ənqa quşu pyesim Naxçıvan Kukla Teatrında oynanılıb. Aprelin 15-də mən özüm də izləyicilərlə birgə bunu seyr etdim. Çox da qürrəlandım, həyəcanlıydım. Balaca tamaşaçıların sonsuz suallarına cavab verdim, kitablar imzaladım və tamaşalarım artıq bir neçə dilə tərcümə olunub. Özbəkistanda Ənqa quşuna Zəmanənin şah əsəri ismi verilib və Özbəkistan bütün səhnələrində qoyulması məsləhət görülüb. Artıq 3 səhnə ilə demək olar ki, çalışmağım var. Sonra son Ağ Göyərçin pyesim yenə də bir çox səhnələrdə götürülüb. İlk olaraq Naxçıvan Kukla Teatrı və Sumqayıt Dram Teatrı. Belə, yəni ki, gedir. Pyeslərim götürülüb, oynanılır. Bəli, monotamaşam, bir monotamaşam da yenə Naxçıvan Dram Teatrında hazırlanır. Bir cüt göz tamaşasıdır. Onun kitabı da yayınlanıb. Baxaq, əlimin altında olsa sizə göstərəcəm. Budur, bir cüt göz kitabı. Son aylarda çap olunub. 4 tamaşadır. Belə, olarsa buyurun. Açmağa hazır. Nə gözəl. Sizin Naxçıvan Kukla Teatr dediniz. Oranın rəhbəri Səyyad müəllim bəlkə də tanıyırsınız. O özü də bizim 2-3 həftə bundan öncə bizim qonağımız oldu Görüş Zamanı proqramında. O da gözəl qardaşdır. O da sizin kimi hər zaman çalışmağı, işləməyi sevən bir insandır. Və gəncdir, enerjilidir, istedadlıdır. Yoldaşı bu da yaxşı bir haldır. Yəni həmahənglik təşkil edirlər. Bəli. O da gözəl insandır və sizin kimi çalışmağı sevən bir insandır. Mən də ona görə bu verilişə belə insanları dəvət edirəm. Mənə hər hansı bir tipdə veriliş yox. Sırf özünü istər mədəniyyət yolunda, istər Azərbaycanımız üçün əlindən gələn bütün və təkcə Azərbaycan yox, ümumi Türk dünyasından olan insanları dəvət edirəm. Və Elzo xanım, İran Hizbullah Zindanında adlı əsəriniz var. O neçə kitabdan ibarətdir və hansı mövzuları əhatə edir? Kitab əlimin altında var mı? Bir dəqiqə baxım. Aha. Bu kitabın Azərbaycanda qanun nəşriyyatında yayımlanan formasıdır. Bu isə Türkiyədə 2 yayımlandı. Nə gözəl. Haqqında geniş məlumat verəcəm. İran Hizbullah Zindanda romanını 12 ilə çalışdım. 100-dən artıq altında yatmış insanları tapdım. Bunları da tapmaq, üzə çıxartmaq enerji tələb edirdi. Sonra informasiyaların dalıca etmək. Bəli, ağır bir hadisə idi. Ağırlığı da ondan ibarət idi ki, çoxları xatirələrini danışmaq istəmirdilər. Birlə danışdıqca onu yenidən yaşayıram. Əsərin sonunda İnqilabın Kodu hekayətində mən bunları qeyd etmişəm. Əsərə bir yekun sonluq vuraraq. Hər qadın da özü yanında edam olunmuş 5-6 nəfərin hekayətini danışırdı. Əsər ən çox 1988-ci ilin 3 ayı ərzində
30 mindən artıq edam olunmuş insanların hekayəsi. Yəni İranda olan kütləvi qətliamlardan bəhs edir. Roman özü 4 kitabdan ibarətdir. Qanlı orkestr. Burada əsərin qəhrəmanı Fatma 10 yaşından başlanır təsvir olunmağa. Əsərin kompozisiyası qara balığın üzərində qurulub. Sonrakı hissə isə 3 vəd, 3 tələbdir. Xumeyninin Fransadakı həyatı və Amerika ilə yazışmaları 3 məktubdur ki, Xomeyni 3 vəd verir onlara, 3 tələb qoyur. Ağ ev 3 tələbi yerinə yetirir, Xomeyni isə 3 vədi yerinə yetirmir. Əsər bunun üzərində qurulub, yəni ikinci kitab. Üçüncü kitab isə Qanlı orkestrdir, 480 nəfərlik Urmuda yerləşən qadın zindanında işgəncələr, edamlar, təcavüzlər, siğə məsələsi, bütün bunlar göstərilir. Dördüncü kitab isə həyatı tabutda axtaranlardır. Bu da təyyarə qəzasında öldürülmüş, belə də biz öldürülmüş kimi qəbul edirik. Keçmiş prezident İbrahim Rəisinin projesi əsasındadır. Deməli, edama məhkum olunanları qəbir əzabına alışdırmaq üçün xüsusi tabut formasında qutular hazırlanırdı. Adamı sağ ikən əlinə ayağını bağlayıb ora uzadırdılar və ağzını mismarlayırdılar. Hava keçmirdi. Təsadüfən oradan sağ çıxanlar var. Onların xatirələrini də dinləmişəm. Və çox qəribədir ki, həmin tabutunu gətirib zindanın otağına qoyurdular. Adam partlayırdı. Təsəvvürsüz günlərlə orada arsız qalmaq nə deməkdir, hərəkətsiz. Ölürdülər, eğlenirdilər və o tabutları otaqdan da çıxartmırdılar ki, içəridə olanlara psixoloji işgəncə olsun. Yəni bütün bunları yazmışam, ağırdır. Yəni elə bir oxucu yoxdur ki, oxuyub ağlamasın, stres keçirtməsin. Hətta romanı qədər oxuyanlar ortadan gedə bilmirlər, zəng vururlar. Məsələn, adam var təzyiqi tutub, təzyiqi qalxıb, sonradan mənə zəng eləyir, danışır, dərdləşir. Çox ağırdır. Gənc bir ananı 2 körpə evladının, anasının gözünün qabağında edam etmək nə deməkdir? Nə var, Türk dilində ana dili məktəbi açıb. Yəni evində gizli nasibdən gəlib tutub aparırlar və molla məcbur eləyir ki, birinci əri daş atmalıdır, amma ərini tutub edam ediblər. Oğlu daş atmalıdır. Yəni kişi xeylağında olan kimsə başlamalıdır da bu işə. Oğlunu məcbur edirlər ki, anana daş at. 5 yaşında oğula. Siz təsəvvür edirsiniz, bu nə qədər psixoloji əzab deməzdim. Tam qeyri-insani. Hansı din bunu qəbul edir? Hansı dində bu var? Siz din adından bu cür istifadə etmək insanları atmaq deməkdir. İnsan nəyəsə inanmasa məhv olar. İnsan inamla yaşayır. Heyvandan da onun fərqi budur. Çünki insan ruh sahibidir. İnam, idrak, iradə, mənəviyyat bu olmayanda insan heyvanləşir. Yəni insanları bir növ heyvanlaşdırdılar, manqurtlaşdırdılar. Necə deyim, beyinlərinə o qədər yad ideologiyalar, psixoloji baskılar etdilər ki, bu zaman insan zombiləşir. Bax, budur, əsər bunun bəhsidir. Buyurun, sualınız varsa açmağa hazıram. Elizə xanım, o dediyiniz kitabları inşallah mənə də göndərərsiniz. Mən də sizin bir izləyiciniz kimi, sizin bir pərəstişkarınız kimi oxuyaram. Mən əminəm ki, mənim də xoşuma gələcək. Çox danışdınız bu mövzuda. Mən özümcə çox həvəsləndim o kitabları oxumağa. Mən o dediyiniz bu İran Hizbullah zindanında kitabının neçə ədəd varsa hamısını gözləyirəm. Şəxsən mən sizdən gözləyirəm. Mənim hədiyyələrimi xahiş edirəm, mənim hədiyyələrimi göndərərsiniz. Bəli, mən də arzu edirəm ki, oxuyasınız. Əsərin əvvəlində, yəni kitabın üz qabığında belə bir fikir verilib. Müqəddəsliyə və insanlığa çağırış olan sübh azanının ilk sədası səsləndiyi an sanki zindanın içində canlı, saatlı bomba partlayırdı. Bu, 16 yaşında zindana düşüb edam hökmü ilə yatan, lakin bugün sağ olan, təsadüfən sağ olan bir qadının müsahibəsindəndir. Deyir ki, bəs olurdu.
hər gün sübh azanı çalınanda, əsasən də həftənin 3-cü bazar günləri kütləvi edam günləri idi. Qadınlar stressdən dilləri tutulurdu, ürəyi gedənlər filan, bax belə bir şey var idi. Çünki hər saniyənin hökmü var idi, günün yox. İstənilən vaxtı Xahər Zeynəb bacıları, yəni sipahçı, bəsicilər, qadın bəsicilər içəri qara siyahı ilə girib kimin adını istəyirsənsə oradan oxuya bilərdilər. Yəni onu insan öz taleyini həll etmirdi orada, mollalar həll edirdi. Yəni bu həmin fikirdir. Mənə deyirlər ki, tamam, siz deyirsiniz ki, edam hökmü ilə yatanlar. Bəs necə oldu ki, bunları yaza bildiniz? Ona görə yaza bildim ki, Qırmızı Xaç və Beynəlxalq İnsan Haqları Amnistiya Təşkilatı İranın bunlarla müqaviləsi var. Düzdür, İran beynəlxalq müqavilələri saya salmır, amma yenə olsun, bunlar reyting keçirən zaman 18 yaşından aşağı olan bilirsiniz, uşaqlar dünya miqyasında beynəlxalq hüquqa görə elan etmək olmaz. Eləcə də bu qadın amnistiya alıb və azadlığa çıxıb. Qanun nəşriyyatında, kitabın təqdimatında həmin xanım həyat yoldaşı ilə iştirak edirdi. Mən dedim ki, mənim qəhrəmanım bu zaldadır, amma təqdim etməyəcəm. Çünki kitabda hər kəsin adı anonim gedir. Yalnız lal olmuş 3 yaşlı Həmiddən başqa. Çünki atasını edam etmişlər, anasında edam hökmü var idi. Onun ismini yazmışam. Amma görüşün ortasında qadın çıxdı ki, mən danışmaq istəyirəm və zindan həyatını danışdı. Bilirsiniz, acınacaqlıdır. Gerçəkdən acınacaqlıdır ki, insan taleyini, qadınlığı əlindən alınmış insanların taleyini yazasan. Amma yazılmalıydı. Bu bizim millətimizin taleyidir. Və o Güney Azərbaycanda bu cür iri həcmli kitablar yazılmır. Yazılanda da fars dilində yazılır. Ya bunları biz bu məsələdə qınaya bilmərik. Çünki onlar ana dilində təhsil almırlar. Nəsr yazmağı gərək dilin hər tərəfli biləsən. Dilin musiqiliyi, rəngi, səsi, dadı, bərkliyi, yumuşaqlığı, hər şeyini yazır ki, yazan zaman hiss edir. Ana dilində bəli, o hissiyyat olmur. Budur. Buyurun. Siz onu yaşamısınız, elə bil onu yaşayıb yazırsınız. Həqiqətən də. Mən sizə bir söz deyim. Jurnalistlər də mənə çox sual verirlər. Təkcə Azərbaycan yox, Türkiyə, Güney Azərbaycan, Orta Asiyadan olan jurnalistlər, dünyanın hər yerində olan Azərbaycanlılar mənə sual verirlər, zəng vururlar ki, sən İranın harasındansan? İnanın, Azərbaycan, Türkiyə artıq Quzey Azərbaycan jurnalistləri belə mətbuatda mənim adımı Güney Azərbaycan yazarı kimi təqdim edirəm. Özüm də tiksinirəm, zəng vururam, yazıram, etiraz edirəm. Deyirəm, Quzey Azərbaycandanam. Deyirəm, Quzey Azərbaycandansansa, bəs necə oldu ki, bunu yaza bildin? Sonra sual verirlər. Sən İranın hansı zindanlarında olmuşsan, neçə il olmuşsan, nə bilim, hansı zindanlarında? O qızalığına qədər suallar verirlər ki, heç kəsə inandırıcı gəlmir ki, mən zindanda olmamışam. Siz təsəvvür edirsiniz ki, keçən həftə Türkiyədən bir Uyğur arkadaşım gəlmişdi, bir də buradan, yəni ədəbiyyatçı idi, əslən Tehrandandır. Onların da ilk sualı belə oldu, zindanda neçə il yatmışsan? Sizə mən bax bir şey deyim. Elza xanım, mənim elə verilişimin də qonağı olub, həm də dostlarımızdır. Salih Kamrani, Eliyar Kamrani tanıyarsınız bəlkə. Salih Kamrani ilə sizin yaşadığınız şəhərdə yaşayır məncə. Mən ondan çox intervyu almışam. Onlar da məndən çox intervyu alıb TV-də. Yəni əməkdaşlığımız var. İnanırsınız, Salih Kamrani ilə, Eliyar Kamrani ilə danışdığım kimi sizlə danışıram. Həqiqətən, adam elə bilir ki, həqiqətən siz də onların yerlərisiniz və bir yerdə böyüyüb, boya başa çatmışsınız və o hissləri siz də yaşamışsınız. Onlar elə yanıqla danışırlar, eynən sizin kimi də. Yəni o vəziyyəti yaşayıblar, görüblər. Bilsiz mənim üçün maraqlı nə oldu? Maraqlı ondan ibarətdir ki, kitaba verilmiş rəylər var. O rəylərin içərisində, məsələn, Eruz Məmmədov yazıb ki, yaxın şərq diplomatiyası ilə məşğul olanlar, İranşünaslar bu kitabı oxumalıdırlar.
Çox qəribədir. Çoxları elə bilir ki, mən burada siyasi, yəni xüsusi siyasi təhsilim var, diplomatiya ilə bağlı. Çünki 3 və 3 tələb tam siyasət üzərində qurulmuş hissədir. Yəni ki, bilirsiniz necədir? Məlum olmayan, yayımlanmış məlumatları da əldə etdim. Bunları təhlil edib vermək mənə müyəssər oldu. Çünki içimdə böyük bir iddia var idi. Bizim istedadlı və zəhmətkeş millətimiz ya farsmolla rejiminin əlində əsir olmalıdır. Bu sualla yoxladım. Buyurun. Həqiqətən o kitablarınızı gözləyirəm səbirsizliklə. Və Elza xanım, Elza Atalı hansı ideologiyanı qəbul edib və bu ideologiyanın əsas prinsipləri nədir? Aha, çox gözəl. Söhbətin əvvəlində dedim ki, mən Asif Ata ocağının evladıyam. Bu tam yeni bir inandı, dünyaya gəlmiş inandı, yalansız bir inan. Cənnət, cəhənnəm, hürü, pəri, altı dünya, gündə yaradılmış dünya məsələsinə inanmıram. Ya bu mənim üçün qəbul olunmaz bir şeydir. İnsanın özünü yaratmasına inanıram. Asif Atanın bir fikri var, deyir ki, Homerin demədiyi Rəmzlər kitabında deyir, İnsan taleyini özündən kənardakı qüvvəyə tapşıranda oyuncağa çevrilir. Alın yazısıdır, qismətçilikdir, bu kimi fikirlərə də, yəni bu kimi daşlaşmış fikirlərə də inanmıram. İnsan öz taleyini həll edə bilər. Özünə inanırsa, özünə güvənirsə. Çünki bizim daxilimizdə Allah yaradır, amma Allah yaradır, insan özü öz taleyini bildiyi kimi, belə də, elə anladım, düzdürmü? Yox, belə deyək. Bizim fəlsəfəmizə görə, mütləq inan fəlsəfəsinə görə insan təbiətin bir hissəsidir. Təbiətin də mənası var, insanın da mənası var. Təbiət özü öz üzərində dəyişiklik edə bilmir. Nədən? Çünki təbiətin ruhu yoxdur. İnsansa ruhani varlıqdır. İnamı, idraki, iradəsi, mənəviyyatı var. Buna görə də özü öz üzərində iş görə bilir, dəyişə bilir. Yeri gəlmişkən, sizə yəqin ki, tanış deyil, oxumamısınız. Mənim çox məsləhət görərdim ki, Ənqaquşu kitabımı oxuyasınız. Türkiyədə Ənqaquşu yenidən doğuş adıyla yayımlandı. Yəni özünü yaratma Ənqaquşu və sonraki hissə isə Ənqaquşu sonsuzluq arayışında. Bu İranda da çap olundu, Türkiyədə bir neçə dəfə yayımlanıb və bu kitabı oxumanızı məsləhət görürəm. Elə Naxçıvan Kukla Teatrda qoyun və dediyim kimi Özbəkistanda Zəmanənin şahesəri adı verilib. Nədən? Çünki bu insana yeni baxışdır. Əslində yeni baxışı Asif Ata yaradıb. Yəni o ideologiyadan ki, sual verirsiniz. Asif Ata yaradıb. Amma mən onu bədiyyat vasitəsilə göstərmişəm, yəni hərəkətlərdə, canlı şəkildə ki, bu necə olmalıdır bu proses. Onu göstərmişəm sizə və bu vasitə ilə tamaşaçılara üz tutub deyirəm ki, bu kitabı oxusunlar və sonra biz bir də burada görüşək. Asif Atanın, yəni mənim olduğum bu ideologiya, inandığım ideologiya ruhani intibah adlanır. Bunun da içində 6 böyük ideya var. İnam, kamil insan, müstəqil vətən, ruhani cəmiyyət, özümlü şərq və ləyaqətli bəşər. Bir dəfə mən çox istərdim ki, dəvət edəsiniz bu ideologiyanı mən ayrıca sizin üçün açmağa hazıram. Nə gözəl. Elza Atalının ədəbi yaradıcılığına hansı ictimai və fəlsəfi mövzular dominantdır və bu mövzular onun hansı əsərlərində öz əksini tapır? Bu sualı mənə dəfələrlə verirlər. Əslində belədir. İnsan, həyat, dünya. Bu mövzular hamısı mənim əsərlərimdə var. Çox qəribədir ki, 2015-2020-ci ilə qədər mənə ən çox tarixçi kimi qəbul edirdilər. Çünki tarixi əsərlər yazdı. Məsələn, azadlıq hekayələri. Baxaq görək, burada əgər olarsa, mən sizə göstərəcəm. Deməli, bu azadlıq hekayələridir. Türkiyədə yayımlandı. Sonra
Kərküklülər yalnız buraxılmış türklər kitabı Azərbaycanda Türkçə yayınlandı. İraq mətbuatı da onu çox işıqlandırdı və sonra Tiqranizm Xocalıda nal şəkilli mühasirə bu kimi kitabların yayınlandı. Mən bir də göstərəcəm. Deməli bunlar yayımlanandan sonra əlbəttə əsasən türk mətbuatı mənim ismimi bir tarix yazar kimi hallandırdı və tarixçi kimi də müraciət edirdilər. Siz tarixçi deyiləm, amma elm işim düzdür, biraz tarix yönlüdür araşdırmalarım. Sonrakı dövr 2021-dən bu günə kimi olan dövrdə, əlbəttə 2020-ci illərə bu göstərdiyim kimi İran Hizbullah zindanda daxildir. Bu dəfələrlə bunun içinə hissəsi çap olundu və eyni zamanda M-teatrı, Xalqaçdı Vidadi Həsənov da Leylin və Xümeyni ruhdaşlığı hissəsini tamaşaya qoydu. Yaxşı da alınmışdı, psixoloji bir tamaşa idi. Buradan da təşəkkür edək ona. Və sonrakı dövr 2021 və bugünkü günə qədər əsasən natur filosofiya, təbiətin fəlsəfəsi üzərində yazdım. Buna da tutaq ki, Odunçunun nağılı, Av Göyərçin, Əgər quşlar olmasaydı, Ənqa quşu, Uzaq səfərin qəribə sonluğu, sonra tamaşalarım tutaq ki, İlan və Adamdır, Mavi Balina, Ana quşun monoloqu, biraz saysam deyəcək, çox çıxacaq. Nəysə. Və bu kimi tamaşalarım və əsərlərim natur filosofiyadır, təbiətin fəlsəfəsi üzərindədir. Yenə burada baxsaq, mərkəzdə insandır, təbiətin münasibəti, təbiətin ona bəxş etdikləri, insan münasibətindəndir. Amma qəribə də olsa, burada məni ən çox bioloq kimi də hallandırdılar və son dövr Elüc Atalının təbiət görüşləri elmi monoqrafiya yazılıb Yusif Dirili alim tərəfindən. O da animalist yazıcı kimi təhlil edir. Yəni çox qəribədir ki, əsərlərimdə, yəni belə deyək də, insan mərkəzdə durur, amma insanın tarixində olan tutaq ki, Tiqranizm Xocalıda kitabında təkrarlanan tariximizə bir baxış, türk və erməni münasibətləri, bunlar əsas götürülüb son bir 100 ildə. Bu məsələdir. Digəri isə insanın təbiətə münasibəti, yenə burada insan mərkəzdə durur. Yəni bunlardır, mövzularım ən çox bunlardır. Baxmayacaq, tarixçi və bioloq kimi hallandırırlar. Buyurun. Nə gözəl. Elüzü Atalının əsərlərində istifadə etdiyi üslub və dil xüsusiyyətləri hansı ədəbi cərəyanlara daha yaxındır? Çox qəribədir. Ədəbi cərəyan əslində mən fəlsəfə üzərində daha çox yazıram. Bu da mütləq İran fəlsəfəsidir. Mətbuatda da hallandıranda tənqidçilər filanlar yazırlar, filosof, yazıcı. Əslində bilirsiniz necə, Asifatan bir söz var, deyir, dərindən təsvir etsən, bu gedir fəlsəfəyə çıxır, üzdən yazsan olur cəfəngiyat. Ədəbiyyatın işi həqiqəti və gözəlliyi üzə çıxartmaqdır. Yəni bunu göstərməkdir. Yəni estetika da var, sözün estetikasını göstərirsə. Və atamın bir sözü var, deyir, təsvirdə, nəsrdə təsvir mənaya xidmət edir, mənanı vermək. Üslub nəsr janrında yazıram. Üslub tam özümüzə məxsusdur. Yəni atanın ədəbiyyatla bağlı qoyduğu tələbləri ödəməyə çalışıram. Burada məcburiyyət yoxdur. Yəni aslında deməyib, sən belə yazmalısan, nida. Elə bir şey yoxdur. Sadəcə özüm bu fəlsəfəni öyrəndikcə başa düşmüşəm ki, ən yaxşı üslub elə atankidir. Çünki Asif Atanın özünün ömrüm gönlüm bədiyyat kitabları var, fəlsəfi bədi hekayələri var ki, necə deyim, az sözlə çox yüksək şəkildə mənanı çatdırıb. Bunları öyrənə demək olar ki, azdan çoxdan mənimsədim. Dili də
Bəli, dili də elə tənqidçilərin dili ilə desək, fəlsəfəni sadə dildə çatdıran bir yazıçı belə deyirlər. Yəni fəlsəfə üzərində yazıram, mütləq inan fəlsəfəsi üzərində, amma dili bacardıqca sadə yazıram, mürəkkəb yazmaq istəmirəm. İnsanlar təsvirlərlə hadisənin içinə girib mənanı özləri dərk etməlidirlər. Belə. Nə gözəl. Buyurun. Özdə xanım, həqiqətən sizinlə danışmaq çox xoş oldu bizə. Və əminəm ki, izləyicilərimizə qədər xoşdur. Və sonda gələcək planlarınız, gələcəkdə hansı kitablar üzərində işləyirsiniz, indiki hal-hazırda ki, gələcəkdə çıxaracaqsınız və ya hər hansı bir tədbirlər mi deyim, bunlar haqqında danışın və sonda da elə izləyicilərimizə son sözünüzü də deyərsiniz, sonra sağollaşarıq. Buyurun. Bilirsiniz, yaradıcıdan olan soruşmaq biraz çətindir. Hər an nə işləyəcəksiniz, nə işləyirsiniz belə. Əslində 7-8 kitabım var ki, yazmışam. Onları redaktə etmək istəyirəm. Özümə söz verirəm ki, bunları redaktə etməmiş yeni bir əsərə başlamayacağam. Amma yaradıcılıq özü gözlənilməzlikdir. Bilmirsən, ideya nə zaman gəlir və başlayırsan, birdən-birə səni alıb aparır. Çünki şəxsən mən yazan zaman ideya məni idarə edir yazı prosesində. Demirəm ki, mən bunu belə yazacağam. Görürəm ki, yəni nəsrdə bir necə deyim, tənlik, riyazi bir tənlik var. X plus Y bərabərdir. Yəni burada nə alınacaq nəticə, onu göstərirsən. Gələcək planlarım demək olar ki, əsas bunlardır. Sonra teatrlarla çalışıram və tərcüməçilərlə, redaktorlarla. Bu da bir işin bir tərəfidir. Və bildiyiniz kimi keçən ay Azərbaycanda oldum, Türkiyədə. Sizə rejissorlarla görüşdüm. Azərbaycanda isə 24 gündə 50-dən artıq kütləvi görüşlərim oldu. Hədsiz çox, bəli, hər kəs də deyir, hədsiz çoxdur və gəldikdən sonra da çoxlu görüş sifarişləri almışam. Artıq böyük bir siyahı var. Baxaq, görək necə olacaq gedişat. Əsasən istəyirəm biraz təcrid olunub, oturub o kitabları redaktə edim. İnşallah xeyirli olsun. Çox şad oldum həqiqətən sizinlə bu mövzularda danışmaqda və əminəm ki, bizi izləyənlər də artıq sizin kitablarınızı axtaracaqlar, maraqlanacaqlar, bilməyənlər də oxuyacaqlar. Çünki gözəl fəlsəfi fikirlər söylədiniz, kitablarınız haqqında məlumat verdiniz və sonda bizim televiziyamız vasitəsilə, yəni Mərzan televiziyası vasitəsilə dünyada olan bütün türk qardaşlarımıza nə sözünüz varsa, onları da söyləyin və bitirək. Onlara sözüm olaraq, Asıvadan həmişə bizə dediyi, fərəhinizi fərəhsizlərdən qoruyun, imkan verməyin ki, fərəhsizlər fərəhinizi uğurlasınlar, onda əməlsiz qalarsınız. Və bir də ki, sizinlə fikir mübadiləsində görüşməyə həmişə hazıram. Var olun. Nə gözəl. Siz sağ olun, var olun. Təşəkkür edirəm ki, dəvətimi qəbul etdiniz və bu proqrama qatıldınız. Çox sağ olun. Sağ olun əziz izləyicilər. Gələn görüşlərə dək. Öz fikirlərimi yazmışdım və siz də bu fikirləri buraya yazmışsınız. Buna görə təşəkkür edirəm sizə. Musiqi, bu hamısı kamil insana bir kamil. O məcburiyyət qarşısında güzəştdir. Rüşdür, inan mənim. Mən inamın evladıyam. Onunkidir arzum kamil. Biz rəhbərlərdən kitabları yığışdırdıq, ora servizdən qazanmaya başladıq. Bunu rəmzi mənada deyirəm də, yəni 18 yaşına çatmamış adamı edam etmək imtina